Dua edərkən, duanın ədəbləri var. Hansılar idi? Allahı tərif etmək. Nə badə özün üçün duaya başlamayasan. Həmişə nə edəcəksən? Səcdəyə başını qoyan kimi Allahı tərif etmək. 10 dəqiqə, 15 dəqiqə dua edəcəksənsə 10 dəqiqə. 8 dəqiqəsini, 7 dəqiqəsini Allahı tərif elə. Nə xoş o insanlarla, Allahu Akbar. Allah Teala bizlərə nəsib eləsin. Allahı tərif etmək bilsin nə deməkdir? Nə cür, nə yaxşı. Mən bilmirəm Allahın adlarından, sifətlərindən. Bildiyimiz kimi. Allahım, ya Rabbi, əzəlisən, əbədisən, mərhəmətlisən, qudrətlisən, kainatın sahibisən, gecəni gündüzə qatırsan, gündüzü gecəyə qatırsan, ölüdən diri çıxarırsan, diridən ölü çıxarırsan. Bunlar Allahın şəhənə tərif deməkdir. Allahı mədih eləməkdir. Allahümə ya Rabbi, heç bir şey sənin izin olmadan olmur. Ya Rabbi, Allahı tərif elə. Hətta qəlblərimiz kövrəlib, gözlərimiz kövrələnək, titriyənək. Bu hal baş versə, xoş o insanların halına. Qəlblər nədir? Rəhsin, gözlər yaşarsın səcdədə. Allahı tərifdən sonra Muhammedə sallallahu aleyhi ve sellem və bütün peyğəmbərlərə salavat demək. Sonra insan özünün halını etiraf etməsi neçə oldu? 3. Allahım, halımı səndən başqa heç kim bilmir, ya Rabbi. Həqiqətən bizim halımızı Allahdan başqa heç kim bilmir. Bəzən olur ki, kesin dəvətdə bu vaxtda danışdıq, elə şeylər olur ki, heç kimə deyiləsi deyil. Ən yaxın olan anasına insan deyə bilmir. Vallahi. Ən yaxın zövcəsinə belə, üzr istəyirəm. Uşağına, oğluna, qızına. Amma başqa şeylər hamısını demək olur, düzdür. Bəzən olur ki, çox şeylər danışmaq olur. Bəzən olur ki, elə hallar olur ki, bunu ancaq Allaha ərz etmək olur. Siz bilirsiniz yəni. Bəzi hallar olur ki, bəzi deyimlər, bəzi dualar var. Bunu heç kimə demək olmur. Elə deyilmi? Amma Allaha subhanahu teala. Heç olubmu ki, kimsə desin ki, mən Allahdan utanıram? Fikirlərsiniz, Allah subhanahu teala insanların qəlbinə belə bir şey qoymuyor. Amma deyirik də biz, mən anamdan utanıram. Anama nə cür nə danışım bunu? Elə deyilmi? Heç kimsə eşitmişsiniz desin ki, mən Allahdan utanıram. La ilahe illallah. Siz indi Allah mı yaxındır, yoxsa ana mı? Allah subhanahu teala.